Akşamınız xeyir olsun. Alanya Oba məhəlləsindəyəm. Bu məşhur BP Petroldur yolun kənarında. Onun qarşı tərəfində isə heç də məşhurluqda geri qalmayan Ömür Paça yerləşir. Ömür Paça çox uzun vaxtlardır burada yəni bu yerdədir, burada fəaliyyətdədir. Ömür Paça əsasən adından göründüyü kimi Paça öz paçası ilə məşhurdur. Yəni bizim Xaş Paça bizim Xaşla eynidir demək olar. Kəllə Paça orada da yazılıb işkəmbə və bu yaxınlarda bura yeni təmirdən çıxıb. Çox populyar bir yerdir. Axşam saat 9-dur. Yemək vaxtı olanda buralar doluydu. Bax az öncə yarım saat əvvəl burada bütün masalar doluydu. Yavaş-yavaş insanlar yemək yedilər və dağılışdılar. Bura gəlsəniz buralarda maşın park eləməyə elə də yer yoxdur. Bu binaların arxa tərəfinə park edib bura gələ bilərsiniz. Amma Ömür Paça da oradan da çox populyar bir yerdir. Hamının tanıdığı və çox dadlı yeməklərin, kebabların olduğu bir yerdir. Ona görə istədim buranı sizə göstərim. Mən də bura tez-tez gəlirəm. Hər cür çorbalar, kebablar və digər yeməklər burada var. Izqaralar, o cümlədən şirniyyatlar var, sütlü aç və s. Göstərim sizə buradan. Burada dondurmalardır. Açıq ayran. Yeməklər təzə-təzə, gözəl şəkildə təqdim olunur. Çox sürətli çalışırlar. O eli böyründə Kahramanmaraşa məxsus olan yeməkdir. Mən orada olanda da adına baxmışdım. Burada da çox gözəldir. Merhaba. Bəli əziz dostlar, yanımda Nuri abi var. Nuri abi buranın sahiblərindəndir. Nuri abi, ben tam bilmiyorum, bura kaç yıllık bir restoran? 15-20 yıl arası oldu ama bu Alanya Kelle Paça olayını 1991'de buraya getiren biziz. Bizim memleketimiz Kahramanmaraş yöresine ait Kelle Paça ve aynı zamanda da kebaplarımız, etlerimiz, tepsi tavalarımız, bunlar da çok güzel. Ve bunların üzerine de ustamızın yaptığı taze künefe. Hatay künefesi ama Hatay usulü. Maraş yöresine ait. Peynirlerimiz falan Kahramanmaraş'tan gelir. 10 numara. Her şey yani Kahramanmaraş'tan geliyor. Kahramanmaraş. Ustamız da Kahramanmaraş'ta. Usta kolay gelsin. Nasılsınız? Bayram mübarek. Sağ olun, sizin de bayramınız var adı mübarek. Ocağımız burada. Ocağı da burada taze pişiyor. Allah şerbet. Ondan sonra şerbetini verir. Ve aynı zamanda künefe dondurmayla da veririz. Dondurma. Kahramanmaraş'ın vatanı dondurma. Kahramanmaraş'ın. Siz demek Kahramanmaraşlısınız. Ben biliyorum. Azerbaycanlı kardeşlerimiz zaten Kahramanmaraş'ı Türkiye'de ayrı bir sevgisi var. Evet, ben bu yakınlarda oradaydım. Öyle mi? Evet, gittim orada eli böğründe yemiştim, çok güzel. Sonra burada yedim, burada daha güzeldi. Bu hep oralı yörenimiz. Bu işin içine büyüdük. Bu sizin işiniz. Bizim işimiz. Maşallah. Aynen. Başka ne söyleyebiliriz? Başka ne söyleyebilirim? Sabah kaçta açılıyor? Başka ne söyleyebilirim? Azerbaycanlı kardeşlerimize çok sevgi ve selamlar olsun. Hepinizi seviyorum. Ve herkesi buraya... Ve Alanya'da Ömür Paça'ya bekliyorum. Evet. Önemlisi buraya mutlaka gelsinler, bu güzel taamların tadına baksınlar. Aynen. Nur abi, çok teşekkür ederim. Zamanını aldık. Sağ ol. Allah Para istemez, sağ ol. Sağ ol. Buraları gösterin biraz. Kolay gelsin. Böyle əziz dostlar, Nuri abi də məlumat verdi bizə, sağ olsun. Burada da təzə yeməklərdir. Bu yaşıl nədir böyle? Limon suyu, limon suyudur. Və baxın, ustamız hazırladı, künəfə artıq hazırdır, şərbətini də tökdü və təzə verir. Ömür Paça restoran deyir, 91-ci ildən Paça olayını deyir biz gətirmişik bura. Bunlar da məzələrdir. Kuxna da göz qabağında mətbəx. Tertemiz. Merhaba, kolay gelsin. Nasılsınız? Sağ olasınız. Restoran aslında böyüdü. Böyle gösterim. Arka tarafı da var. Ora ailevi yerdi. Oranı da koydum şəkil göstererek. Kimse ailesiyle oturmak istese gelir, burada
Burada belə rahat otura bilərsiniz. Qəşəng. Belə əziz dostlar, bununla da Alanya Obo məhəlləsində yerləşən Ömür Paçadan olan videomu yekunlaşdırıram. Gələn videolarda görüşərik. Sağ olun, var olun.